Dadı da en az görüntüsü kadar lezzetli olan bir dənə şirniyyat hazırlayırıq. Bunun için lazım olan hamısını açıklamada yazacağım. Oradan bakarsınız. Burada gösterdiğim ardıcılıqla əlavə edib birinci kremi hazırlayırıq. Kremi one potda qazın üstünde qarıştıra pişirirsiniz. Üzərini belə bağlayıb qoyursunuz soymağa. Keçək biskviti hazırlamağa. Yumurtalar əlavə edirsiniz. Sütü, pesoku, vanilli, qabartma tozunu hamısını əlavə edib yaxşı qarışdırırsınız. Limonu rəndələmə yaddan çıxartmayın. Sonra un əlavə edib yaxşı qarışdırın. Bunu içində belə xırda hissələr yumurcaqlar qalmasın. Birinci altdan bunu sərirsiniz. Sonra üzərinə bayaqki kremi belə qaşıqla yaya bilərsiniz bu formada da. Meyvələri bunları istifadə etsəz çox ləzzətli olacaq. Çox da şirin olmur, turşmədə dadı olur. Kakos əlavə eləmişdim üstünə. 170 dərəcədə 35-40 dəqiqə pişsə bəs edir. Çox ləzzətli bir dənə şirniyyat alınır. Çox tez də alınır. Çox vaxtınızı aparmayacaq. Bu gösterdiğim hardasa ölçünü burada görürsünüz 24 santimlik qabın içindədir. Hardasa bir 5 nəfər 10 nəfərə bəs eləyər. Hazırlayacaq olanlara nuş olsun.